Mərdi qova-qova namərd eləmək. Bunun əksi də mümkün. Namərdi də qova-qova mərd eləmək mümkündür. Öz əzizlərinizi, öz təriflərinizlə islah edin. Yəni, məsələn, ad günlərində bizə müxtəlif təriflər gəlir də, müxtəlif xoş sözlər deyilir ad günlərdə. Sən beləsən, sən çox dəyərlisən, filan çox qəşəng sözlər gəlir. Biz həmişə bu tərəfdən baxırıq. Niyəsə belə formalaşmışıq da, yəni tərif məsələsində. Tərif insanı korlayır, tərif insanı filan. Tamam, həqiqətən də tərifin korlayıcılıq funksiyası da var. Amma refleksiyası olan insanlar var da, yəni özü haqqında düşünə bilən insandır. İnsanda bu maraqlı bir qabiliyyətdir. İnsan özü haqqında düşünə bilir. Özü haqqında düşünə bilən insanları tərif çaşdırmır, tərif motivasiyadır. Yəni sənə bir sözlər deyirlər, görsən ki, səndən gözlənti budur da əslində. Sən də öz bilirsən axı əslində mən necəyəm, əslində buna layiq deyirəm, amma məndən gözlənti budur. Bu yaxşı bir yerə dartır apar adamı.